Şairlər Suresi. Mərhəmətli və rəhimli Allahın adıyla. Ta, sin, mim. Bunlar aydın kitabın ayələridir. Onların iman gətirmədiyinə görə özünü həlak mı edəcəksən? Biz istəsəydik göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itayətkarlıqla əylərdi. Mərhəmətli Allah'tan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər. Onlar ayələri uydurma saydılar. Məsxəriyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir. Yoxsa onlar yeryüzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlərmi? Həqiqətən də bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı. Bəli, sənin Rəbbin qüdrətlidir, rəhimlidir. Bir zaman Rəbbin Musa'ya demişti, get o zalim qövmün, Firon xalqının yanına, onlar qorxmurlar mı? Musa dedi, ey Rəbbim, qorxuram ki, onlar məni yalancı hesab edələr. Belə olduqda ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da vəh göndər. Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram. Allah dedi, xeyr, bu mümkün deyil. İkiniz də möcüzələrimizlə onların yanına gedin. Şübhəsiz ki, biz də sizinliyik. Hər şeyi eşidirik. Fironun yanına gedib deyin, biz aləmlərin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə birgə burax. Firon dedi, biz səni körpə ikən götürüb saxlayıb boya başa çatdırmadıq mı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadın mı?